Hər vaxtınız xeyir. Bakı-Tbilisi qatarının açılışı ilə bağlı yeni xəbərlər gəlməkdə davam edir. Beləliklə, pandemiyadan sonra dayandırılan Bakı-Tbilisi sərnişin dəmir yolu əlaqəsinin yenidən bərpası ilə bağlı mühüm detallar açıqlanıbdır. Azərbaycan və Gürcüstan dəmir yolları arasında əldə olunan ilkin razılaşmaya əsasən Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hər gün hərəkət etməsi planlaşdırılır. Məlumata görə qatar Bakıdan hər gün gecə saat 23:10-da yola düşəcəkdir və növbəti gün səhər saat 8:41-də Tbilisiyə çatacaq. Əks istiqamətdə isə qatar Tbilisidən saat 21:00-da hərəkət edərək növbəti gün səhər saat 6:24-də Bakıya gələcək. Ən çox verilən suallardan biri də qatarın dayanacaq stansiyaları ilə bağlı idi. Beləliklə, Bakı-Tbilisi qatarı üzrə marşrut dayanacaqları da müəyyənləşdirilibdir. Qatar Azərbaycan ərazisində Bakı Dəmir Yolu Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaqdır. Gürcüstan ərazisində isə sərnişinlər üçün Qardabayni stansiyası və Tbilisi Dəmir Yolu Vağzalında dayanacaq nəzərdə tutulub. Qeyd edim ki, Bakı-Tbilisi qatar reyslərinin bərpası həm turizm, həm də elə biznes əlaqələri baxımından böyük əhəmiyyət daşır. Xüsusilə hava nəqliyyatına alternativ olaraq gecə qatarlarının yenidən fəaliyyətə başlaması sərnişinlər üçün daha sərfəli və rahat seçim hesab olunur. Biletlərin qiymətinə gəlincə isə artıq bu barədə də ilkin xəbərlər var və belə demək olarsa ehtimallar var. Belə ki, bilet qiymətləri ilə bağlı da artıq ilkin məlumatlar açıqlanıbdır. Nəqliyyat eksperti Elməddin Muradlı bildirir ki, ilkin hesablamalara əsasən Bakı-Tbilisi marşrutu üzrə biletlərin qiyməti 80-100 manat aralığında olacaq. Ekspertin sözlərinə görə beynəlxalq dəmir yolu marşrutlarında tariflərin müəyyənləşdirilməsi yalnız bir ölkənin qərarı ilə formalaşmır. Qiymətlər hesablanarkən həm Azərbaycan, həm də Gürcüstanın dəmir yolu infrastrukturu, lokomotiv və xidmət xərcləri, sərhəd keçid prosedurları, texniki xidmət tələbləri və tranzit hesablamaları nəzərə alınır. Ekspert qeyd edir ki, xüsusilə Gürcüstan ərazisində tranzit şərtlərinin və qarşılıqlı maliyyə hesablaşmalarının yekunlaşdırılması tariflərin tam müəyyənləşdirilməsi prosesini bir qədər uzadır və o vurğulayır ki, bu səbəbdən qiymətlərin rəsmi açıqlanması gözlənildiyindən daha gec baş tuta bilər. Ekspert əlavə edib ki, beynəlxalq dəmir yolu reyslərində hesablaşmaların İsveçrə frankı üzərindən aparılması səbəbindən valyuta məzənnəsindəki dəyişikliklər də bilet qiymətlərinə birbaşa təsir göstərir. Və onun sözlərinə görə Gürcüstanda dəmir yolu infrastrukturu və əlaqədar xidmət xərclərinin daha yüksək olması da qiymətlərin formalaşmasına təsir edən əsas amillərdəndir. Qeyd edim ki, Bakı-Tbilisi dəmir yolu xətti uzun illər regionun ən aktiv beynəlxalq sərnişin marşrutlarından biri olubdur və pandemiya dövründə dayandırılan reyslərin yenidən bərpası minlərlə sərnişin üçün mühüm yenilik hesab edilir. Xatırladım ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarı 6 ildən sonra fəaliyyətini bərpa edir və ilk qatarın yola düşməsi bu ilin mayın 26-sına planlaşdırılır. Bu barədə Gürcüstan tərəfi məlumat yaymışdı və daha sonra Azərbaycanın İqtisadiyyat Nazirliyi də xəbəri təsdiq edərək bildirdi ki, stat, Azərbaycan və Gürcüstan arasında Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin dəmir yolu əlaqəsinin mayın 26-sından etibarən bərpa olunması ilə bağlı razılıq əldə edilibdir və 6 illik fasilədən sonra beynəlxalq sərnişin daşımalarının yenidən həyata keçirilməsi barədə razılığa gəlinib. Statın sonu.